beyin və cinsi orqan arası olan bağlılığın pozulması kişilərdə daha çox cinsi əlaqə zamanı sərtləşmənin, itməsi halları baş verməsindən, eyni zamanda əlaqənin uzun çəkib, yorucu olub, zövq ala bilməmə, boşala bilməmə halları kimi və əlaqə zamanı diqqət yayınan kimi və yaxud da poza dəyişdirən kimi sərtləşmənin itməsi kimi hallarla özünü biruzə verir. Belə problemlər olarsa, kişidə özgüvənsizlik də yaranır ki, görəsən partnyoru razı sala biləcəmmi, görəsən əlaqə uğurlu keçəcəkmi kimi qorxular gəlir ki, bu qorxular da sonradan onun başına gəlir. Bunun aradan qalxması üçün ilk öncə mən sizə bir metod deyəcəm ki, bunu mütləq şəkildə həyata keçirməlisiniz. Bu metod ondan ibarətdir ki, beyin cinsi orqan arası olan bağlılığı qüvvətləndirir. Sidik saxlayarkən istifadə etdiyimiz əzələləri 5 saniyə sıxıb saxlamaqla buraxırıq, 5 saniyə sıxıb saxlayıb buraxırıq və bunu biz 10 təkrar etməklə gün ərzində 3 dəfə bunu 10 təkrar etmək lazımdır. Əlavə olaraq isə bundan ötürü İKAN, beyin kalsiumları və Veykan məhsulunu qəbul etməklə bu problemi qalıcı olaraq özünüzdə aradan qaldıra bilərsiniz. Belə problemlərlə bağlı daxil ola bilərsiniz səhifəyə, orada bizim nömrəmiz qeyd olunub, daha ətraflı danışaraq məsləhət